Toplantı ərəfəsidir. İştirakçılar gəlirlər, yaxınlaşırlar, suallar verirlər, maraqlanırlar. İndi hamı cəm olandan sonra biz görüşümüzə başlayacağıq. Görürük kifayət qədər maraqlı sakinlər mövzu ilə maraqlanırlar. Ona bax, maraqlıdır mı sizin üçün? Orada başqa heyvanlar haqqında olan bukletlər də var. Onlara da baxılacaqsınız. İndi söhbətlər olacaq, qulaq asacaqsınız. Sağ olun, yaxşı. Bukletlərimizdən götürün, maraqlanın. İndi söhbətlər başlayacaq. Ekspreslərimizin çıxışına qulaq asacaqsınız. Sizin maraqlandığınız sualları da cavab verəcəksiniz. Tədbirləri barədə qısa məlumatlar vermək lazımdır. Çünki elə hallar var ki, bu heyvanlarla insanlar rastlaşanda məlumatları biraz sadə, bəlkə də biraz şayə xarakterli olduğundan ilan sancması hallarında, elə vəhşi heyvanların hücumdan məruz qalanda düzgün davranış qaydalarını bilmirlər. Və bundan da irəli faciəli hallar olur, fəsadlar olur. Və bu hallarda nə etmək lazımdır, necə qorunmaq lazımdır, sizə məlumat veriləcək. Məlumatı da verən Bioloji Müxtəlif Mərkəzinin üzvü olan alimlərimiz olduqlarımızdır. Həmən alimlər həm də Elm və Təhsil Nazirliyi Canlı Sistemin Tədqiqi İnstitutu, keçmiş Zoologiya İnstitutu vardır. O institutun alimləri olduqlardır. Birincisi, yırtıcı quşlar barədə məlumat verəcək bioloji elmlər doktoru, ornitoloq Tahir Kərimov. Qarabağlıdır, həm yerlinizdir. İkinci, zəhərli heyvanlar haqqında məlumat sizə verəcək Gülməniz Qasımova. O da Qarabağlıdır, Füzulidəndir, həm də Xəzər Universitetinin müəlliməsidir. Və yırtıcı heyvanlarla yox, zəhərli heyvanlarla məşğul olan zooloq alimdir. Və nəhayət yırtıcı məməlilərdən məlumatı verəcək sizə bizim gənc alimimiz Leyla Nadirli, o da Qarabağlıdır. Əslən, bu sahədə lazım olan, vacib olan məlumatları sizə Leyla xanım verəcək, yırtıcı məməlidir. Yəni canavardır, bəbirdir, porsuqdur, gəlincikdir, yırtıcı dediyimiz nə qədər məməli heyvan varsa, bu ətrafda meşədə, düzənlikdə, dağlıqlarda, onlar haqqında sizə geniş məlumat verəcək. Və bir də o heyvanlardan hansı vaxtda hücum olar, hücum olarsa necə qorunmaq lazımdır, hücum olanda dişləmələri, cırmaqlamaları olanda bu heyvanların insanlara hansı fəsadlar olar, onlardan necə qorunmaq lazımdır, məlumat verir. İlk olaraq sözü verirəm, Gülməniz xanım haradadır, zəhərli heyvanlar barədə məlumat verəcək. Gəl o əlindəki kağızı qoy qırağa, məlumatını verir. Zəhərli heyvanlar, yəni ilanlar. Yeni mənzillərinizdə xoş günlər arzulayıram. Bugün sizə mən burada rast gələ biləcəyiniz 3 cür zəhərli heyvan haqqında danışmaq istəyirəm. Bu zəhərli heyvanlar hansılardır? İlanlardır, əqrəblərdir, bir də arılardır. Ümumiyyətlə siz burada rast gələ bilərsiniz bir neçə cür ilanla, bir neçə növ ilanla. Amma bu hələ o demək deyil ki, onların hamısı zəhərlidir. Ona görə əvvəlcə sizə zəhərli ilə rast gəlsəniz ilanlara, ondan zəhərli ilə zəhərsizin fərqini deyəcəm. Zəhərli ilanlar adətən rast gələndə ilk gözdə cavabdan olmuş hansı almalıdır? Baş hissəsinin iri olmasıdır. Gövdədə iridir, yoğundur. Başla gövdə arasında çox incə bir boyun var. Və yoğun gövdədən sonra ani belə qısa və nazik quyruq gəlir. Bu artıq o deməkdir ki, siz rast gəldiyiniz zəhərli ilanlar. Zəhərsiz ilan isə burada artıq dünənki görüşlərimizdən də iştirakçılarla söhbət edəndə məlum oldu ki, su ilanı. Su ilanı çox yaxşı ayırt edə bilirsiniz. Yəqin ki, çoxlarınız rast gəlibdir. Baş, boyun, gövdə hamısı eyni ölçüdə. Nazik uzun, necə quyruğa keçir, heç hiss olunmadan getdikcə nazikləşir. Əsas əlamət budur. Siz rast gələ bilərsiniz və diqqətlə baxa bilsəniz, hətta bəzilərində, zəhərlilərdə diqqətlə baxa bilsəniz, göz vertikal formadadır, pişik gözünə bənzəyir. Amma siz məsləhət eləmirəm ki, məsləhət görmürəm ki, siz bir ilana o qədər yaxınlaşasınız. İndi sizə deyəcəm, niyə o qədər yaxınlaşmaq olmaz? Burada sizin rast gələ biləcəyiniz 2 növ zəhərli ilan var. Məsələn, biz daha aşağılarda deyirik, orada ancaq bir növ zəhərli ilan var. Amma Kəlbəcər çox zəngin faunası var, təbiəti var. Burada 2 növ zəhərli ilan var. Bax, burada gördüyünüz hamının güclü kimi tanıdığı ilandır. Onunla el arasında cürbəcür adlar verilir. Elmi adı Levantin gürzəsidir. Amma bunu hamı gürzə kimi tanıyır. Faunamızda olan ən iri zəhərli ilan növüdür. Və ölçüsü ola bilir 1.20, 1.60, 1.60-a qədər ola bilir. Və bunlarda belə bir xüsusiyyət var, bədəninin yarısı qədər atıla bilir. Əgər baxın, bu gördüyünüz pozanaqlarımıza, benzin
görəcəksiniz, baxın bu zəhərli ilan ən iri dedim ki, növdür. Fikir versiniz naxışına, torpaq rəngdədir, boz rəngdədir, naxışları o qədər seçildir. Amma burada ikinci o dediyim növ var ki, rast gəlirsiniz, gələ bilərsiniz. İkinci işçiləri artıq buna dəfələrlə rast gəliblər, bizə də məlumat veriblər. Bu üzərində çox gözəl naxışları olan, mən sizə indi bukletlər paylamışım, zəhərli heyvanlar. Baxın, orada görəcəksiniz, üstün naxışlı, belə xalça naxışına bənzər naxışı var, zigzag formasında. Bu növün adı şərq çöl gülləsi. O əlinizdə bir pilot varsa, torba varsa, və yaxud da ki, əyninizdəki üst pencəyinizi, jaketinizi çıxardıb, dərhal onun üzərinə atırsınız. O oradan əmin olun ki, çıxmayacaq, çünki hesab edir ki, artıq o özü gizləndir. Bu sizə nə verir? Ya ki, gizlənib də orada. Sizə vaxt qazandırır. Siz o vaxt ərzində tez düşünürsünüz, nəyinəsə bir əşya ilə onu oradan uzaqlaşdırmaq, təmas etməmək şərtindən. Yaxud da ki, kimisə çağırırsınız, sizə kömək eləsin. Yoxsa ki, əslində o haradasa gizləmək dediyim kimi tapmaya bilərsiniz və artıq siz orada gecələmək, qalmaq sizə narahatçılıq yaradacaqdır. Bax, bu ehtiyatı əldən verməməklə onlardan qoruna bilərsiniz. Amma ola bilər də ki, məsələn, təsadüfən onu tapdalamısınızsa və yaxud da ki, hər hansı bir əşyanı qaldıran zaman ziyanlıdır. Deməli, əvvəlcə deyəcəm ki, sizi təklikdə ilan sancıqsa neynəməlisiniz və yaxud da ki, yanınızdakını ilan sancıqsa neynəməlisiniz. Siz əgər sakit bir yerdə, insanlardan uzaq bir yerdəsinizsə və sizi ilan sancdısa neynəməlisiniz? Dərhal qaçmalısınız adamlar olan bir yerə, kiminsə yanına özünü çatdırmalısınız və deməlisiniz ki, məni ilan sancdı. Niyə? Çünki bu zəhərli ilanlarda zəhərin təsiri haradasa 2 saata qədər, 2 saatdan sonra artıq huş itə bilir. O itən halda sizi tapan adam başa düşməyəcəksiniz, nədən huşunuzu itirmişsiniz. Ona görə ən yaxşısı özünüzü çatdırmaq və məlumat vermək ki, sizə ilk yardımı göstərə bilsinlər, nə istiqamətdə. Amma siz yanınızdakını ilan sancılsa, əksinə siz onu hərəkət etməyə qoymalısınız. Niyə? Qan dövranı sürətlənərsə, yəqin ki, indi azdan çoxdan bilərəm, qan dövranı sürətlənərsə, bu zəhərin bədəndə paylanmasını da sürətləndirməsi deməkdir. Ona görə ən yaxşısı yanınızdakı adamın ilan sancılsa nə etmək lazımdır? Onu yarı oturaq vəziyyətdə saxlamaq, hərəkətsiz. Əlindən, qolundan harla sancıqsa, qolunda saat varsa, boynunda boyunbağı, üzük varsa bunları çıxardırsınız. Niyə? Çünki əldən sancırsa, bu 10-15 dəqiqə ərzində çiynə qədər şişməyə səbəb olacaqdır. Bu 2 saata qədər əgər müdaxilə olunmazsa, kimi müdaxilə, bütün bədən şişə qoyur. O əşyaları sonra oradan çıxartmaq özü bir ikinci belə deyək də, problem yaradacaq. Ona görə dərhal onu çıxardırsınız və yerini silirsiniz, su ilə təmizləyirsiniz, steril bir şeylə. Və bu sizi sancan və yaxud da ki, yanınızdakını sancan, zəhərli ilan da ola bilər, zəhərsiz də ola bilər. Və siz bunu necə ayırt edirsiniz? Burada əldən sancılsa ya ayaqdan sildiyiniz nahiyədə 2 dənə qırmızı iri nöqtə görürsünüzsə, o deməkdir ki, sizi sancan zəhərli ilandır, dayanmadan, vaxt itirmədən həkimə gedirsiniz. Əslində o birisi halda da həkimə getməlisiniz, amma bu daha təcilidir. Yox, əgər kiçik çoxlu nöqtələr görürsünüzsə, bu zəhərsiz ilandır. Sizi dişləyən zəhərsiz ilandır, yenə də həmin yeri təmizləmək lazımdır. Çünki onlar siçan yoğunla yemlənir. Onların dişində ağızda bakteriyalar cürbəcür ola bilər və yenə də sizə bir zərər yedir. Həmin nahiyədən daha başqa bir problem yarana bilər. Ən yaxşısı həkimə çatdırmaqdır. Siz özünüzü müalicə etməyə çalışmayın. Çünki ümumiyyətlə bu zəhər ilan sancması müalicə olunan bir problemdir. Əgər gecikdirmə hal olarsa, ölümlə nəticələnir. Yəni bunların o da ilan kimi necə deyərlər, gizli həyat tərzi keçirir. Alatoranlıqda, axşam toranlıqda artıq evlənməyə başlayırlar. Səhər işıqlananda isə hardadırlarsa orada da gizlənəcəklər. Bu hara ola bilər? İndi bura düzdür, bina evlərdir, amma həyət evlərində bu adətən qapının ağzında ayaqqabını soyumusansa onun işi ola bilir. Ən çox əqrəb sancması bu elə ayaqdan ola bilir. Əslində onun sancması elə təhlükəli deyil, öldürücü deyil. Həmin nahiyə qızara bilər, şişə bilər. Oranı müəyyən müddət məlhəmlər qoymaqla keçə bilər, amma bir halda sizin allergiyanız yoxdur. Əgər özünüz bilirsinizsə, sizin allergiyanız var, yenə də həkimə müraciət etməlisiniz. Həmin nahiyənin bir şeydir deyil. Məsələn, ilan sancmasında əgər siz çox cüzi bir ağrı hiss edəcəksinizsə, əqrəb
ətraf sancmasında daha ağır olur. Amma onun zəhəri daha güclüdür miqdarına görə. Yəni əqrəbin zəhəri də əslində güclü sayılır. Bir də siz burada rast gələ bilərsiniz. Məsələn, arılar, zəhərli arılarla. Bu arılar ola bilər it arısı, kağız arısı, bir də bal arısı. Yəni burada ətrafda kifayət qədər arıçılıqla məşğul olanlar var. Dünəndən bəri müşahidə edirik. Bunların fərqini, bunlarla rastlaşanda necə davranmaq lazımdır deyim sizə. Arıçılıqla məşğul olanlar artıq bilirlər olar, yəqin ki. Bal arısı daha aqressivdir. O insanı sadəcə dayan. Bir fikir olarak deyim, heç vaxt ilandan rast gələndə üstünə getməyin. İlanın üstünə getsəniz, o da özünü müdafiə etməyə sancmağa çalışır. Əgər sakit bıraksan, o özü sizdən qaçıb uzaqlaşır. Burada əraziniz üçün xarakteri bir zəhərli ilan növü var. Zilmən xanım dedi, qısa ölçülü, uzaq başı 50 cm olur. Üstündə zigzag şəkilli. Biz onun burada Zəylik kəndi var. Onun yaxınlığında gedən tikinti vaxtı tapıblar, göstəriblər bizə. Bir də Seyidlər kəndi var burada, Seyidlər deyilir. Bax, o kəndin ətrafında yol çəkən vaxtı, hələ Təzəfərdən sonra, qələbəmizdən sonra ilk vaxtlarda yol çəkməyə başlayanda orada görürlər. Yəni, bu ərazilərimizdə o zəhərli ilan növü var. Azərbaycanın qırıqlı kitabına daxil deyil, yəni nadir növdür deyə öldürülməsi qadaran. Amma bu demək deyil ki, o sizin evinizdə olmayacaq, bu əraziyə gəlməz. İşdir, təsadüfən gəlsə, bu yaşayış evinizdə rast gəlsəniz, bəli. Onda bəli, insan yaşayan yerdə uşaq var, qadın var, onu zərərsizləşdirmək olar. Amma çölün düzündədirsə, o öldürmək. O bizə uzun müddət onun burada olmasını bilmirdik. Amma o 2 dənə tapıntıdan sonra bildik ki, bu ərazimizdə də var. Naxçıvanda olduğunu bilirdik, Ermənistanda olduğunu bilirdik. Amma burada olduğunu faktik olarak bu yaxınlarda qələbəmizdən sonra bilmiş. Ona görə də o ilanın həyatını burada öyrənməkdə biz davam edirik. Sizlərə də deyirik ki, rast gəlsəniz, bilin ki, haqqında danışdığım bu ilan Azərbaycanın Heptəpanasının nadir növlərindən biridir. Balaca bəzəkli ilandır, gürcədir. Gövdəsi yoğun, başı iri, quyruğu qısa. Zəhərlidir. Amma dəyməsəniz, o da sizə dəymir. Dəyməsəniz, o da sizə dəymir. Heç vaxt dəymir. Bax, mənlər var. İnsanlar təsəvvürlər verə bilər. Çocuklar ola bilər. Onlar haqqında Leyla xanım danışacaq. Qulaq asın, sualınız olsa verər. Mən hər birinizi salamlayıram. Qarabağ ərazisində gəlmiş yırtıcılar barədə məlumat verəcəm. Bugün də ətraflı yırtıcılar haqqında biraz da olsa informasiya var. Mən sizə onların hücumları barədə və hücumlardan necə qaçırmaq lazımdır, onlardan sizə məlumat verəcəm. Ümumiyyətcə, Kəlbəcər ərazisinə ən xas olan yırtıcılardan ki, mən dediyi kimi bəbirdir, ayıdır, canavardır, tüklüdür, çapsaldır və digər türdə yırtıcılar var, məsələn, şeylər və s. Onlar haqqında məlumat var. Mən sizə deyim, məsələn, biz bura gələndən ən çox çapal görmüşük. Elə bu ərazilərdə siz də rastlaşmış olarsınız. Bu heyvanlar əsasən gecə həyat tərzi sürür. Ona görə də siz onlardan gecə vaxtı daha çox rastlaşa bilirsiniz, nəinki gündüzdə. Və əksəriyyətdə onsuz da insandan qorxmur. Necə vəhşi heyvanlar insandan qorxan heyvanlardır. Onlar heç vaxt insanı bir yem olaraq görmür və sizin üzərinizə durduq yerdə hücum etmək istəməyəcək. Vəhşi heyvan insanı nə zaman hücum edə bilər? Əgər o heyvan quduzluq xəstəliyi daşıyıcısıdırsa, ya quduzlu heyvandırsa, əgər o heyvanın yanında balası varsa və əgər siz səhvən, yəni bilmədən o heyvanın yuva ərazisinə daxil olmuşsunuzsa, məsələn, hansısa bir əraziyə getmişsiniz, meşəli əraziyə, dağlıq əraziyə, təsadüfən o heyvanın yuva ərazisinə daxil ola bilərsiniz, bir də qəfil heyvan insana hücum edə bilər. Ona görə də mən həmişə deyirəm, əsas da uşaqlara tövsiyə edirəm ki, haradasa bir vəhşi heyvanın balasını belə görsəniz, yəni bilin ki, o balanın yanında anası haradasa var və o balaya bəzən bəlkə də sosial şəbəkələrdə görmüşsünüz, ceyranın balasını belə görürlər, ondan şəkil çəkdirirlər və yaxud hansısa bir vəhşi heyvanın balasını. Yəni bu düzgün bir şey deyil. O heyvanınla yaxınlaşmaq o balaya olmaz, nə şəkil çəkdirmək, nə onu sığal çəkmək olmaz. Anası yanındadır mütləq şəkildə. Bu heyvanlar insana, bir də məsələn olur ki, yəqin siz də eşitmişsiniz, xanımlar gedib tutalım meşəlik əraziyə, gilə meyvə toplamağa, orada ayı hücumuna məruz qalıblar. Nəyə görə bunlar baş verir? Əslində, yəni belə necə izah edib, biz insanlar o heyvanların yaşayış mühitinə daxil olmuşuq. Kəndlər genişləndikcə, yəni insanlar çoxalır, kəndlər nisbətən genişlənir, meşəlik ərazilərə gedir və o heyvanların ərazilərinə daxil olmuş oluruq. İstər-istəməz heyvanla insanın arasında o ərazi üçün, o qida üçün mübarizə gedir və artıq insanla o heyvan rəqib kimi olur.
Ona görə də bəzən bu çapaşmalar gözlənilməz, yəni də gözlənilən bir şeydir daha doğrusu. O ərazini iplə bağlamaq və şüşə butulkalar bağlamaq olar o ipə. Külək əsdikcə şüşə butulkalar bir-birinə dəyəcək və heç bir vəhşi heyvan ora qorxusundan yaxın gəlməyəcək olsun. Əgər sizi vəhşi heyvan cırmaqlayıbsa, dişləyibsə, o zaman nə etmək lazımdır? Yəni, hamınız yəqin ki, bilirsiniz ki, bu vəhşi heyvanlar, elementar olaraq kirpinin özü belə, yəni məsum saydığımız kirpinin özü belə quduzluq xəstəliyi keçirə bilir. Və bu heyvanlar, bu quduzluq xəstəliyi təəssüf ki, yəni ölümlə nəticələnən bir xəstəlikdir. Əgər heyvan dişləyib və cırmaqlayıbsa, ilk növbədə həmin nahiyəni 10-15 dəqiqə ərzində bol su ilə sabunla yumaq lazımdır. Spirtlə dezinfeksiya edirsiniz və dərhal yaxınlaşırsınız tibb mərkəzinə, sizə vaksin vurulmalıdır. Bu vaksin, yəni 5 vaksin də ola bilər, 7 vaksin də ola bilər. Bu dişlək nahiyəsindən asılıdır və dişlək sayılarından da asılıdır. Ən qorxulu dişlək nahiyəsi boyun nahiyələridir, əlbəttə ki, baş boyun nahiyələridir. Çünki dişlək nahiyəsi nə qədər baş tərəfə yaxın olsa, bir o qədər o xəstəliyin yayılma sürəti də yəni tez olacaq. Və xəstəliyin o inkubasiya dövrü, yayılma sürəti insanın yaşından asılı ola bilər, insanın fiziki sağlamlığından asılı ola bilər, dişləmə nahiyəsinin özündən və dişlək sayılarından asılı ola bilər. Və yaxınlaşırsınız, deyirsiniz ki, yəni bunun bəzi insanlar düşünür ki, vaksin vurdurmasan da olar, nə olacaq ki? Amma siz bilə bilməzsiniz, o heyvan quduzdur ya yox. Siz necə biləcəksiniz heyvan quduzdur ya yox? Tutalım, görürsünüz ki, ətrafda çaqqal, tülkü gəzinir və çox arıqdır, ağzından köpük, ağzından çox artıq dərəcədə su gəlirsə, köpük gəlirsə, bəli, elə itin özündən onu indi deyəcəm, deməli o heyvan quduzdur. O quduz heyvan durduq yerdə çox aqressiv olur, durduq yerdə insana hücum edə bilər və çalışmaq lazımdır ki, maksimum dərəcədə o heyvanı uzaq qalasınız. Bu itlərə də aid ola bilər. İndi bilmirəm, siz burada it və yaxud pişik saxlayırsınızmı, saxlamırsınızmı? O heyvanları, əgər ev heyvanınız varsa, ildə bir dəfə onu mütləq şəkildə peyvəndləmək lazımdır. Siz bilə bilməzsiniz ki, tutalım, saxladığınız it buralarda hansısa tülkü ilə, çaqqalla boğuşub mu ya yox. Onu quduzluq xəstəliyi keçə bilər. Çünki ilk günlərdə o quduzluq xəstəliyi özünü biruzə vermir. Və Allah eləməmiş o it kimisə dişləyə bilər, cırmaqlaya bilər. Bəli. Siz hardan bilə bilərsiniz ki, o it quduzdur? Məsəl üçün, mütəmadi olaraq ortalıqda gəzən it bir neçə günlük ortalıqdan itirsə, daha sonra ortalıqdan çıxır, sizin yanınızdan əl çəkmir, davamlı olaraq sizi yalamağa çalışır, sizdən qəti əl çəkmir və görürsünüz ki, artıq ağzının suyu da çoxalır, bilin ki, o itdə artıq bir problemi var. O it 5-7 gün ərzində timboli ölürsə, demək ki, o 100% quduzluq xəstəliyindən ölüb. Və bunu da mütləq şəkildə həkimə bildirmək lazımdır ki, sizin özünüzdən keçib ya yox. Ona görə tövsiyə olunur ki, nəinki it, pişik, hətta malqaranı belə peyvəndləmək lazımdır, ildə bir dəfə mütləq şəkildədir. Və sizə şöyle məlumat verim. Qısa demək istəyirdim, o yadımdan çıxdı. Xatırladarsın. Xatırladarım, ondan sonra nəsə bir məlumat vermək istəyirdim. Yaşayan insanlar hökmən vaxtsa görürsünüz, rast gələ bilər, həqiqətən. Qardaş dedim, orada çoxlu sayda itlər var, o itlər buranın əhalisinə aid deyil, çoxdan yaşayan heyvanlardır. Yəqin ki, çaqqalla, tülkü ilə təmaslı olub, təhlükəlidir, quduzluq yaya bilər. Ona görə də yaxşı olar ki, onu xəbər eləyəsiniz, elə heyvanlar buradan təcrid eləmək, ya o müəyyən qurum var da, onlarla məşğul olan qurumlar. Bunu nəzərdə saxlayın. Və Özqafət mənə bir ilan göstərdi, dedi ki, o ilan burada hardası olur. Bax, o Gürcə ilanı ki, deyirik, Azərbaycanın ən təhlükəli ilanı Gürcədir, zəhərlidir. Qalan 28 növ ilanın heç birisi, 22 növ ilanın heç birisi zəhərli yoxdur. İnsan üçün zəhərli sanc verməz. Gürcə dediyimiz ilan fərqi odur ki, gövdəsi yoğundur, buyruğu qısa, başı görürsünüz, ot qəsənə oxşuyur. Bax, belə formada ilan görsənəz, bilirsiniz ki, zəhərlidir. Bəyək dediyim balaca Gürcə, o da Gürcədir. Başı üstücə formalı bilir. Amma su ilanı burada çox ola bilər. Su ilanını fərqləndirən üstünün rəngi, nakışı fərqli olur. Baxın, altında iri qara ləkələr varsa, o su ilanıdır. Yəni, burada dediyim zəhərli ilan, o bayaq dediyim seyirlərin yaxınlığında, zəhərli yaxınlığında tapılan balaca yırtıcı quşlar bilirsiniz də, burada süzür, havalarda görmüşsünüz onuna qədər. Onlar haqqında maraqlı fikirlər deyəcək, Tahir müəllim sizə buyur da. Sizi yormuyor. Məsələni belə var. Bir neçə suala cavab verir. Nə üçün quş insana hücum edir? Nə var, necə və ondan qorunmağın yolu?
bir neçə halda hücum edirlər. Tökçücüyə, insana. İndi görək kimlər? Qarabağın ərazisi yırtıcı quşların əsas yaşayış yeri. Laçın şəhəri də elə Şahinin adıdır. Həmlər, Laçın, Şahindir. İndi göydə görərsiniz, uçuşurlar, hündüşqa boyda, qanat 3 metr gəlir. Bunlar kimlərdir? Kərkəzlər. Yırtıcı quşlardır, amma kərkəzlərdir. Hər gün yolun qırağında gedənlər və yaxud otlaqda ölmüş heyvanın üzərində 50 dənə, 60 dənə, hətta 100 dənə yığılmışını görərsiniz. Bunlar kərkəzlərdir. Həmin bu Qarabağ ərazisində 4 növdür. Keçər, qara kərkəz, ağbaş kərkəz, boynuzun olur. Sonra saqqallı kərkəz yuxarılarda olur. Ancaq sümüyün iliyi. Bir də yeşiyən ağ kərkəz, ən balacası. Göydü çanda baxanda ağ rəhdə, sarı rəhdə. Bax, bunlar yırtıcı quşlara aid olsalar da, dəstə qızıl quş kimlər. Onlar ancaq leş yeyir. Canı ağzından çıxmasa oturur gözləyir. Bunlar təbiətin sanitarlarıdır. Öldürmək lazım deyil, qonmaq kimi. Ölmüş heyvanı eşəkdir, atdır, canavar parçalayıb, çay gətirib, xəstəlikdən, zəifdən ölür. Onu inanın ki 400-500 kilogramlıq atı, inəyi bircə sağda əti yeyirlər, sürüyürlər. Yəni, bu kərkəzlər hansı leşin nəyin yeyir? Bax, fikir verin, bunların forması müxtəlif olur. Bəlkə də qabaq-qabağa gəlmişsin, qəfildən getdiyimiz yerdən çıxıb yolun qırağında, başını vurub öldürüb gətirir. Bu qara kərkəzin başı qaradır, çox eybəcər. Boynu qısadır, hündüşqa boyda olur. 14-12 kilogram. Amma ağbaş kərkəz boyun uzundur. Boyun uzundur. Niyə? Bu qara kərkəzin dimdiyi caynağı çox güclüdür. O dərini dağıdır, əti yeyir. Bu ağbaş kərkəz isə daxili başını salır, burada varatniki var. Baxanda şəkilə varatnikdir, şuba ki, o qoymur ki, bütün bədən çirklənsin. Bakteriya, başqa zərər vericilərdir. Baş istəsin, ancaq sarı daxili. Saqqallı kərkəz isə təzə ölmüş, leşmiş. Bunu az görürsən, leşmiş. Saqqalı var, çox ünlüsün. 3 bin, hətta 4 bin geçir bildirmişlər. O ancaq sümüyün iliyidir. Bir də görürsən mədəsindən bu uzunluqda 20-25 saat sümüyü. Niyə? Sümüyü qayadan, göydən buraxır, qayanın üstündə. O parçalanır, iliyi, ətli yemir. O balacası isə budur qıraqda növbə ilə. O qığır quş saxlayır, həyətdə. Bir də görürsən ki, mənim özüm də kəndciyəm. Hayküydü, qoyma cücədə apardı. Hündüşqa çöldədir, qaz çöldədir. Gedir yuvasına bir güllar, lazımdır. İndi necə qorumaq lazımdır? İndi və voliyerdir, nədir, seslər saxlayırsan, burada bunlar qırğılardır, 2 növdür. Qırğı çiçək, çalağandır, o 2 növdür. Qırmızı çalağan, qara çalağan. Neydi? 3 növdür, çəmən, çöl, tarla. İndi bunlar nədir? Ağaçda gizlənir, heç görmürsən. Qafildən nə cür şirliyirsə, onda gördün, tövr, güzel qışqırdın, qoyma düzənə varır. İndi nədir? Bax, fikir verin, qalq bunlara az verir. Çalağan, çaldı, çapda varır. Deyirlər, çalağan kimi çap. Sonra qırğı kimi, cəld adama qırğı kimi deyir cəld. O, aradan çıxanlar fərqidir. Bütündür. İndi, bax bunlar kökçüsü üçün təhlükəlidir. Amma o dərgut var, imperator qartalı. Bunlar hamısı bu qızıl quşlardır. Şiliyirlər. Bunlar şiliyir. İstəyir canavar olsun, istəyir maral olsun, istəyir adam. Çünki bunların ən zəif yeri baş hissədir. O, məsələn, hamınız bilirsiniz, Şahinin surəti
Şırıyanda 326 kilometr saatte sürətə, maşından sonra. O balacalarınki 80-200 saatdə kilometr sürət. Daş kimi şığıyır. Özdə arxı hissədən görmürsən. İndi harda rast gələ bilərsən? Bax, hamı bilir ki, Qarabağ cəmiyyəti indi bu yaylağa çıxır, bulaq başına, otdağa, heyvanı var. Rast gələ bilər bu şəraitdə. Hansı şəraitdə təhlükəlidir? Hamı deyərək, qardaş, bu adam görəndə qaçırdı. Niyə biz anlarız? Amma bizdə video kameralar var ki, ən çox da uşaqlara, onları heyvan hesab edir. Çünki bu xəz dərili, tülü şey geyindirən uşağa, soyuq da, aparmışsan çölə, çəmənə, uşaq çiçək yığır, ora qaçır. Elə bilir ki, heyvandır, hücum eləyir. Bizdə indi imkan yoxdur, video kameraları göstərir. Amma nə vaxt hücum eləyir? Bax, Allah Teala təbiət bunlara reaksiya verib, instinkt verir. Əgər bunların yuvalama yerini, bunlar harada? Qayada da olabilir, ağaçda da, otun arasında. Yaxınlaşanda 30 metr, 50 metr, o bilmir, sən xeyirxahsan, yaxşı adamsan, o bilmir. Allah Teala bunlara reaksiya verib ki, yuvanı, balanı, yumurtanı qoru. Heç kim gedib qorxusundan başqasının evinə girənməz, qan düşər. İndi bunlarda da, heyvanlarda da, quşlarda da öz yuvası bax o vaxt təhlükəli olur. Yəni quş, yırtıcı quş o vaxt hücum eləyə bilər ki, onun yuva sahəsinə daxil olsan bilmədən. Qapıdan çıxdın da, getdin ağaçla, nə bilirsən. Təşəkkür çəkdirəm. Bir daha sizə təşəkkür edirəm. Diqqətiniz üçün təşəkkür edirəm və sizə xoş günlər arzulayıram. Sual vermək istəyən buyursun. Gəlin, qadınlar, gəlin, qadınlar. İşlərə görə məsələn, nəvəmi o günləri Siz burada danışılanlar var ya. Sizin bu şikayətləriniz var da. şikayət görə, yəni müraciət Şikayət yox da. belədir. Yox, öz vəziyyətiniz barədə müəyyən probleminiz var, o probleminizi deyirsiniz. Bəli, bəli. Biz də bunların hamısını görüb çəkdik. Səsiniz də düşəcək. İndi bax bu da çəkilir bu dəqiqə. Girəvəl getdik. Yəni məsələn, itlər burada yığışdırırsa, problemimiz var, amma nə bizim- öldürə bilmirsən, elə gücdə, bu qanunsuzdur ha, məsələn. Sonra gəlir yaxamızdan yapışarlar ki, niyə öldürürlər? Yəni onu demək lazımdır, müraciət etmək lazımdır ki, bunları buradan yığışdırsınlar. Üzürsən, günü günlərdə artır. Çünki ətraf hamısı Artır. Bana verir ondan sonra, belə artır, sayda çoxalır. Çölə çımıq olur, yaşlısı var, qocası var, çəliklə yeriyəni var. Yəni bunlara bir əncam verir. Biz də burada bax, bu məsələlərdə sizə maarifləndirmək üçün gəlmişik. Həm də şikayətlərinizi eşidirik, deyirsiniz. Biz də bunları irtibat verəcək məsələləri deyəcəyik təbii. İcazə versədən şəkil çəkdirəm. Zəhərsiz, zəhərsiz inan, uzun, nazik olur, sürü, quyruq da bədənin yarısı qədərdir. Amma qorxurlar. Elə bir ki, biz yaşadıq əraziyə gəlmişik. Kız gördü, zaten. Naxışlı dəfədir. Tərqədir, yəni bəlkə də ola bilər ki, Dedi orada gəlir. Ne oldu? Ora ağaçlıqda. Ağaçlıqdan da gəlirsə. burada zəhərli ilan bir dənə o deyir, bəzəkli seyirli yaxınlığında, yaylaq güzəsi. Bir dənə o qalanlar hamısı suyla, bax bir o birdən qarı olurla deyil. Onlar hamısı zəhərsiz. Onların rəhbəri bir nömrəsini götürüb, ona da şəkil çəksin.